Demək uşaqlar davam edirik. Nağıllarımızın sihirli nağıllarımızın növündən danışırdıq. Deməli, Məlik Məmməd dediyi Şəms və Qəmər, Sihirli Üzük, Ağatılı oğlan. Daha sonra var idi bizdə Vur çomağım vur. Vur çomağım vur. Sonra var idi uşaqlar Şəhzadə və Mütali. Şəhzadə Mütali. Şəhzadə Mütalib. Bunlar idi. Yəni sihirli nağıllarımız oldu bizim. İndi gələk heyvanlarla bağlı olan nağıllarımıza. Deməli uşaqlar əsas iştirakçıları tülkü, canavar, şir, dovşan, yəni bunlar. Yəni tülkü hiyləgərliyi, şir qəddarlığı, dovşan qorxaqlığı, canavar acgözlüyünü təmsil edir. Şəngülüm, şüngülüm, məngülüm, yazaq da bura Şəngülüm. Şəngülüm, şüngülüm, hamının bildiyi şüngülüm. Bir də var idi bizdə məngülüm. Məngülüm. Bunlar oldu mu? Sonra var idi tülkü, tümbəki. Tülkü, tümbəki. Hamısını yazıb çatdırmaq olmur uşaqlar. Sonra var idi deməli tülkünün kələyi. Tülkünün kələyi, qoca aslan. Qoca aslan. Deməli, şir və tülkü idi. Yadımdan çıxır biraz. Şir və tülkü. Məncə bunlar. Bir də Çilmadyanı var idi. Çilmadyan uşaqlar bura aiddir. Çilmadyan. Mən tülkü və canavar yazmışam bura heç. Tülkü və canavar da var uşaqlar. Tülkü və canavar. Bunlar oldu bizim heyvanlarla bağlı olan nağıllarımız. İndi gələk tarixi şəxsiyyətlərini. Məsələn, Azərbaycan şifahi xalq ədəbiyyatının Dara, İskəndər, Ənoşirvan, Şah Abbas kimi tarixi şəxsiyyətlərlə bağlı nağıllara rast gəlirik. İskəndərin buynuzu var. Yazaq bura. İskəndərin buynuzu var. Uşaqlar artıq qırmızı qələmlə yazacağım. Çünki fərqləndirəsiz, hamısı göy olmasın. Quş dili bilən İskəndər. Məsələn. Quş dili bilən İskəndər. Daha sonra var idi deməli İskəndərin zülmətə getməsi. İskəndərin zülmətə getməsi. Daha sonra uşaqlar var idi bizdə deməli İskəndərin, onu dedim və bunlar oldu bizim İskəndərlə bağlı olan nağıllarımız. Düzdür, onunla bağlı yəni bunlar. Amma bizdə 3 bacıdır, Salih və Valeh. Məsələn, buradan yazaq elə 3 bacı, Salih və Valeh. Daha sonra var idi uşaqlar Şah Abbas. Burada ümumiyyətlə bu kimi nağıllara Şah Abbas mənfi. Burada Şah Abbas mənfidir. Mənfi. Amma uşaqlar Baftaçı Şah Abbas. Yəni Şah Abbasın doğulması. Şah Abbasın doğulması. Deməli bu olur bizim belə deyim Bostancı və Şah Abbas. Çoxdur uşaqlar. Bostancı və Şah Abbas. Artıq burada Şah Abbasın bizim nə olur? Müsbət rol olur. Müsbət. Burada Şah Abbas mənfi olur, burada müsbət. İndi biz gəldik deməli xalqın gündəlik həyat və məişətindən bəhs edən uşaqlar məişət nağılları. Məişət. Neyniyək? Bu tərəfdən yazaq məncə. Ailə məişət nağıllarını. Yoxsa bunun üstündə məncə yazaq. Lətifələr tərəfdən. Yazaq. Məişət olsa da uşaqlar hansılar aiddir onu deyəcəm tez. Yəni real hadisələrin təsvirində aparıcı yer tutur bu nağıllar. 7 qardaş bir bacı. 7 qardaş bir bacı. Daha sonra var idi deməli bizdə sonra Usta Abdullah
Usta Abdullah. Daha sonra var idi Yetim İbrahim. Yetim İbrahim. Sonra nə var idi? Deməli İlyasın nağılı idi. İlyasın nağılı idi. Daha sonra var idi bizdə yenə Daşdəmirin nağılı idi. Daşdəmirin nağılı idi. Sonra var idi deməli bizdə uşaqlar qazanılmış manat. Qazanılmış manat. Bunlar nə oldu uşaqlar? Bizim məişət nəğmələrimiz. Deməli, indi gəlirik. Nağıllar məzmunca yazılı ədəbiyyatda uşaqlar burada təmsillərə yaxındır. İndi epik növünün aparıcı janrlarından biri olan dastanlar barəsində danışacaq. Dastan. Deməli uşaqlar, videomuz yenə yarıda bölünsə üzüldü sayın. Çünki mövzu böyük etibarını, yəni hamısını izah etmək istəyirəm. Buna görə bölünür. Amma davamını narahat olma. Qaldığımız yerdən çəkirəm mən. Deməli, dastanlar barəsində danışaq uşaqlar. Yeni bir səhifəyə açaq. Yeni bir səhifədən danışaq. Deməli uşaqlar, dastanlardan danışdıqda biz, ümumiyyətlə biz dastanlardan danışdıqda əslində aşıq yaradıcılığının məhsuludur. Aşıq yaradıcılığını şifahi xalq ədəbiyyatı ilə bağlayan əsas amil də dastandır. Dastanda epik təhkiyə ilə lirik təqdimat, nəsillə nəzm vəhdət təşkil edir. Əhvalatları danışarkən aşıq yeri gəldikcə saz havasının müşayiəti ilə şeirlər söyləyir və həmçinin şeirlər vasitəsilə qəhrəmanların hiss həyəcanlarını ifadə edir. Dastanlarımızın nəzm hissəsi əsasən qoşma və gəraylılardan ibarət olur və dastan bütövlükdə epik növə daxil edilsə də elə bu cəhətdən görə epik lirik hesab olunur. Mövzusuna görə dastanlar iki qrupa bölünür. Dastanlar. İndi gələk dastanların hansı növləri var. Deməli uşaqlar, qəhrəmanlıq dastanları. Qəhrəmanlıq. Bir də var uşaqlar. Nə dastanları? Məhəbbət dastanları. Məhəbbət. Artıq dəfələrlə keçmişəm uşaqlar. Bu sizə sadə gəlməlidir. Qəhrəmanlıq dastanlarımız məsələn Göylə yazaq. Dədə Qorqud. Dədə Qorqud tanınmışlarımızdan yazaq. Koroğlu. Koroğlu. Sonra var uşaqlar Səttərxan. Səttərxan. Daha sonra var idi bizdə deməli Qaçaq Kərəm. Qaçaq Kərəm. Daha sonra var idi Qaçaq Nəbi. Qaçaq Nəbi. Qatır Məmməd. Qatır Məmməd. Bunlar bizim oldu uşaqlar. Deməli, qəhrəmanlıq dastanlarımız. İndi gəlin məhəbbət dastanlarına. Deməli, uşaqlar Tahir və Zöhrə. Baxın, Tahir və Zöhrə. Sonra var idi Əsli və Kərəm. Əsli və Kərəm. Daha sonra var idi Abbas və Gülgəz. Abbas və Gülgəz. Sonra Şah İsmail'dir. Şah İsmail, bəli, məhəbbət dastanlarıdır. Şah İsmail. Bu da oldu bizim uşaqlar, məhəbbət, qəhrəmanlıq dastanlarımız. İndi qəhrəmanlıq dastanlarında məhəbbət motivlərinə, həmçinin belə deyək də, məhəbbət dastanlarının qəhrəmanlıq motivlərinə yer verilə bilər. Məsələn, məhəbbət dastanları Şah İsmail qəhrəman öz istəyinə həm də qeyri-güclü sayəsinə çatır. Necə də qəhrəmanlıq dastanlarının Dədə Qorqud və Koroğlu dastanının müəyyən məhəbbət məqamları var təbii ki də. Dastanların özünə məxsus kompozisiyası olur. Uşaqlar qəhrəmanlıq dastanlarından fərqli olaraq məhəbbət dastanları bir qayda olaraq 3 ustadnamə ilə başlayıb duvaq qapma ilə bitir. Kədərli sonluqla bitən məhəbbət dastanları məsələn Əsli Kərəm olsun. Axırında duvaq qapmadan yox, cahannamədən istifadə olunur. Dastanda əsas əhvalatları danışan aşıq bir epizoddan başqasına keçərkən xüsusi cümlələr işlədir. Məsələn, aşıq bir əhvalatı yarımçıq saxlayır. Nə dedi? İndi Ziyad xan toy işlədir. Yox, belə indi Ziyad xan toy tədarükündə olsun, görək qara keşiş neynədi deyir və başqa bir əhvalatı danışmağa başlayır. Nağılların əvvəlində Pişirovdan istifadə edildiyi kimi dastanlarının arasında Qarabəllidən istifadə edilir. Əsli və Kərəm tipli dastanların qəmli əhvalatlarının